Salam, gəlin bugün çox vacib bir məsələdən danışaq. Məktəblər istedadlı uşaqları tapır, siyahı tutur. Bəs sonra, sadəcə bir ad siyahısı ilə iş bitirmi? Əlbəttə yox. Gəlin baxaq, bu statik siyahıları necə canlı inkişaf edən sistemlərə çevirmək olar? Baxın, burada iki tamamilə fərqli yanaşma var. Biz buna istedad bankı deyə bilərik. Sol tərəfdəki safe modeli. Bilirsiniz, adları yığıb qıfılladığımız, sonra da unudub getdiyimiz bir yer kimi. Sağ tərəfdə isə istixana var. Bax, bu tam başqa məsələdir. Bu, hər bir toxumun, yəni hər bir istedadın cücərməsi, böyüməsi üçün yaradılmış qayğıkeş bir mühitdir. Gəlin bu iki dünya arasındakı fərqlərə baxaq. Deməli, problem haradan başlayır? Elə buradan. O, siyahıdan. Bir çoxları elə bilir ki, istedadlı uşağı tapdıqsa, iş bitdi. Adını siyahıya yazdıq, vəssalam. Amma əslində bu işin sonu deyil, əsl işin başlanğıcıdır. Yaxşı, bəs bu safe modelinin, yəni sadəcə siyahı tutmağın ziyanı nədir? Birincisi, bu çox tez bir zamanda sadəcə kağız üzərində qalan bir şeyə, formal bir mexanizmə çevrilir. Uşağa heç bir real köməyi dəymir. Əksinə, ona deyirlər ki, sən istedadlısan, gərək daha çox işləyəsən. Baxın, daha çox işlə, daha dərin öyrənmə eyni şey deyil axı. Bu təzyiq uşağın içindəki o maraq qığılcımını söndürür və sonda onu sadəcə yorur, hətta bezdirir. Ona görə də gəlin məqsədi düzgün qoyaq. Məqsədimiz uşağı daha çox işlə yükləmək olmamalıdır. Əsas məsələ onun içindəki o potensialı daha məqsədli, daha dərin və ən əsası daha sağlam bir şəkildə inkişaf etdirməkdir. Yəni ona yük vermək yox, yol göstərmək lazımdır. Yaxşı, sual yaranır. Bu soyuq seyfi necə isti, canlı bir istixanaya çevirə bilərik? Cavab 3 təməl sütunda gizlənib. Bax, bu üç şey istedadla işi pərakəndə fəaliyyətlərdən məqsədli bir sistemə çevirir. Birincisi, hər uşaq üçün fərdi bir yol xəritəsi, yəni fərdi plan olmalıdır. İkincisi, o plana uyğun dəstək fəaliyyətləri seçilməlidir. Hər kəsə eyni şey yaramaz axı. Və üçüncüsü, bütün bu proses mütləq izlənilməli və lazım gələndə dəyişdirilməlidir. Yəni, canlı bir proses olmalıdır. Əlbəttə, dəstək deyəndə hamıya eyni köynəyə geyindirə bilmərik. Hər istedadın özünə məxsus ehtiyacı var. Məsələn, elmi tədqiqata marağı olan bir uşağa kiçik bir layihəyə vermək onu qanadlandırar. Amma liderlik bacarığı olan bir başqası üçünsə, bir qrup təşəbbüsünə rəhbərlik etmək daha faydalı olar. Yəni, dəstək fərdi olmalıdır. İndi isə gəldik bu sistemin ürəyinə, insan amilinə, yəni bizim istixananın bağbanına, mentora. Bəlkə də bütün bu prosesin ən həlledici, ən vacib hissəsi elə budur. Gəlin aydınlaşdıraq, mentor kimdir? Mentor, tapşırıqları yoxlayan, bunu etdinmi deyə soruşan bir nəzarətçi deyil, qətiyyən. Mentor, o uşağın inkişaf səyahətində, onun yanında yeriyən, ona istiqamət verən, çətinliyə düşəndə dəstək olan bir bələdçidir. Bax, bu cümlə məncə hər şeyi izah edir. Mentor, şagird üçün işləmir. O, şagirdi öz səyahətində müşayiət edir. Görürsünüz fərqi? Bu bir tərəfdaşlıqdır. Məqsəd, şagirdin əvəzinə nəsə etmək deyil, onun öz yolunu özünün tapmasına kömək etməkdir. Gəlin, nəzarətçi ilə mentorun fərqini daha aydın görək. Nəzarətçi sırf tapşırığa, nəticəyə baxır, iş verib, yoxlayır. Amma mentor, o, inkişaf prosesinin özünə fokuslanır. O, hazır cavablar vermir, düzgün suallar verir, dəstək olur və ən vacibi, aktiv şəkildə dinləyir. Bax, belə bir mühitdə uşaq səhv etməkdən qorxmur və həqiqətən inkişaf edir. İndi gəldik bəlkə də ən həssas məqama. Bu uşaqların sosial və emosional sağlamlığı. Çox diqqətli olmalıyıq ki, yüksək potensial, yüksək təzyiqə dönməsin. Bu, çox incə bir xəttdir. Uğurlu bir inkişaf proqramının məqsədi nə olmalıdır? Baxın, burada 3 bərabər sütun var. Nəticə, yəni performans, proses, yəni öyrənmənin özü və rifah, yəni uşağın psixi sağlamlığı. Əgər biz bunlardan birini, məsələn, ancaq nəticəni önə çəksək, tarazlıq pozulacaq və nəticədə yorulmuş, həvəsdən düşmüş bir gənc əldə edəcək. Unutmayın, tarazlıq hər şeydir. Sözlərin gücü inanılmazdır. Uşağa verdiyimiz mesajlar hər şeyi dəyişə bilər. Baxın, sən həmişə ən yaxşı olmalısan demək, onun çiyinlərinə ağır bir yük qoymaqdır. Amma bunun əvəzinə, sənin bölük potensialın var və biz sənə onu sağlam şəkildə reallaşdırmağa kömək edəcəyi desək, bu tamamilə fərqli bir mesajdır. Bu dəstəkdir, güvəndir. Yaxşı, bəs bu rifahı qorumaq üçün konkret nə edə bilərik? Bir neçə praktiki məsləhət var. Məsələn, uşağı hər yerdə nümayiş obyektinə bir vitrin malına çevirməkdən çəkinin.
Hər şeyi rəqabət üzərində qurmayın. Ona səhv etmək və sual vermək üçün təhlükəsiz bir mühit yaradın. Və ən əsası, onun öz səsinə qulaq asın. O, öz haqqında nə düşünür? İnkişaf ancaq təhlükəsiz bir mühitdə baş verə bilər. Tutaq ki, gözəl bir istixana qurduq. Hər şey əladır. Bəs sonra zaman keçdikcə onu necə canlı, necə effektiv saxlaya bilərik? Çünki sistem bir dəfə qurulub kənara qoyulan bir şey deyil. O da daim nəfəs almalı, öyrənməlidir. Sistem özü də daim öyrənməlidir. Bu sadə bir dövrədir. İzlə, təhlil et və düzəliş et. Yəni, mütəmadi olaraq uşağın inkişafına, motivasiyasına baxırıq. Sonra analiz edirik. Nə yaxşı işləyir, nə işləmir. Və ən vacibi, lazım gələndə planı, dəstəyi, hətta məqsədləri belə dəyişməkdən çəkinmirik. Bax, bu çox vacib bir fikirdir. İnkişaf planı daşdan hörülmüş bir divar deyil. O canlı bir sənətdir. Uşaq böyüdükcə, dəyişdikcə, o plan da onunla birlikdə təkamül etməlidir. Biz sistemi uşağa uyğunlaşdırmalıyıq. Uşağı sistemə sığdırmağa çalışmamalıyıq. Və sonda, təkcə şagirdi yox, məktəb özünü, öz proqramını da qiymətləndirməlidir. Özümüzə bu sualları verməliyik. Biz həqiqətən fərqli istedad növlərini üzə çıxara bilirikmi? Mentorluq sistemimiz işləyirmi? Hansı fəaliyyətlərimiz daha çox nəticə verir? Və ən əsası, biz bu uşaqların rifahını həqiqətən qoruya bilirikmi? Bu suallara dürüst cavab vermək əsl peşəkarlıqdır. Beləliklə, bütün bu danışdıqlarımızdan sonra ortaya yekun bir sual çıxır. Hər bir məktəb, hər bir təhsil işçisi özünə bu sualı verməlidir. Sizin məktəbiniz bir seyf, yoxsa istixana inşa edir? Siz istedadları sadəcə yığıb saxlayırsınız, yoxsa onların böyüməsi, çiçəklənməsi üçün şərait yaradırsınız? Bu sualın cavabı əslində bizim gələcəyə necə baxdığımızı göstərir.